Havaların istiləşməsi ilə əlaqədar Bakı Heyvanat Parkındakı heyvanların qidaları yüngülləşdirilib. İndi Heyvanat Parkının sakinləri bitki mənşəli və tərkibində daha az kalori olan qidalarla yemlənir. Buna səbəbi isə Həm istilərlə əlaqədar, həm də ki, artıq onsuz da havaların açılması ilə əlaqədar nisbətən az kalorlu yeməklər lazım olur və yayın gəlişi ilə əlaqədar da müxtəlif tərəvəzlərin də çıxması ilə əlaqədar rasionlarımız daha da zənginləşir. əgər qış mövsümündə gün ərzində bəzi yırtıcı heyvanlara 8-10 kiloqramlıq qida verilirdisə, yay mövsümündə qidanın miqdarı 6-8 kiloqram təşkil edir. Çünki yayda heyvanların qidalarının yüngülləşdirilməməsi onların passivləşməsinə və piylənməsinə gətirib çıxara bilər. Həftənin bazar ertəsi zooparkın yırtıcı sakinləri üçün aclıq günüdür. Təbiətdə bilir ki, bu heyvanlar olsa hər gün yemək yemirlər, amma burada həm məhdud ərazidə hər gün yemək verilir. Ona görə də hərəkətlərində, yəni sağlamlıqlarında çətinlik yaranmasın deyə birinci günlər aclıq günü elan edilir yırtıcı heyvanlar üçün. Yeri gəlmişkən Bakı Heyvanat Parkında yeniliklər olacaq. Yaxın günlərdə zooparka müqavilə yolu ilə yaguar və erkək oyuncaq meymununun gətirilməsi planlaşdırılır. Artıq oyuncaq meymununun gətirilməsi üçün danışıqlar aparılır. Müqaviləyə əsasən bu heyvanlar sultan toyuqları və qartallarla dəyişdiriləcək. Bu arada zooparkda antisanitariya hökm sürür. Çünki bura gələnlər əllərindəki qida qalıqlarını qəfəslərin içinə atırlar. Esmir Əhmədovanın sözlərinə görə antisanitariya vəziyyətinin yaranmasına həm də heyvanat parkındakı şəraitsizlik səbəb olur. Bakı Heyvanat Parkının ərazisinin kiçik olduğundan bura fil və zürafənin gətirilməsi mümkün deyil. Üstəlik zooparkda digər heyvanların saxlandığı qəfəslər də balacadır. Xatırladaq ki, bütün bu problemlərin aradan qaldırılması üçün Bakıdan kənarda Qobu kəndi ərazisində müasir standartlara cavab verən zooparkın tikintisi üçün Nazirlər Kabineti 2,8 milyon manat pul ayırıb. Yeni yaradılacaq zooparkda heyvanlar qəfəsdə yaşamayacaq, onları bir-birindən təbii maneələr ayıracaq. Zooparkın ərazisi isə 55 hektar təşkil edəcək. Nərmin Əhmədli, Elvin Hacıəliyev, Yurt Xəbər.